Salyanda ölümlə nəticələnən ağır qəza olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Salyan rayonunun Yolüstü kəndində Mercedes markalı minik avtomobilinin avtoyuma məntəqəsinə çırpılması nəticəsində yanğınla nəticələnən yol nəqliyyat qəzası baş verib. Yanğın yerinin kəşfiyyatı zamanı sürücünün yanmış meyidi aşkar edilərək aidiyyat üzrə təhvil verilib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub, yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Hadisə nəticəsində həlak olan şəxsin 38 yaşlı Emil Asəf oğlu Əzizov olduğu məlum olub. Salyanın Qarabağlı kənd sakini olan Emil musiqiçi imiş. O dünən axşam Ağcabəddə toyda iştirak edib və gecə saatlarında yaşadığı rayona qayıdarkən idarə etdiyi Mercedes markalı avtomobillə ağır qəzaya düşüb. Baş vermiş ölüm faktı və hadisə ilə bağlı araşdırma tədbirləri davam etdirilir.